Özünü məşğulluq proqramı çərçivəsində kiçik bizneslərin inkişafına dəstək tədbirləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi məşğulluğa dəstək layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşü Şəmkirdə təşkil olunub. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin, Şəmkir rayon icra hakimiyyətinin, KOBİ və Dövlət Vergi Xidmətinin nümayəndələri, layihə əməkdaşları, eləcə də 200-dən çox benefisiar iştirak edib. Çıxışlarda bildirilib ki, özünü məşğulluq proqramı və məşğulluğa dəstək layihəsi vətəndaşların kiçik biznes qurmasına, dayanıqlı gəlir əldə etməsinə və sahibkarlıq fəaliyyətini genişləndirilməsinə mühüm töhfə verir. Qeyd olunub ki, layihə çərçivəsində keçirilən həvəsləndirmə mükafatları müsabiqəsi uğurlu benefisiarların bizneslərini inkişaf etdirməsinə əlavə imkan yaradır. Görüş zamanı iştirakçılara layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri və təqdim olunan dəstək tədbirləri barədə ətraflı məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində həvəsləndirmə mükafatları müsabiqəsinin növbəti qaliblərinə özünü məşğulluq proqramı üzrə yaratdıqları biznesləri genişləndirmək üçün əlavə avadanlıqlar təqdim olunub. Bu layihənin məqsədi vətəndaşlarımızın istənilən halda bu layihədən yararlanan benefisiarlarımızın daha məsuliyyətli, daha uğurlu biznes plan qurub, vergi ödəyicisi olub və bunu bir il aktiv davam etdirməklə öz işlərini inkişaf etdirməsinə biz tərəfdən verilən bir dəstəkdir. Bütün vətəndaşlarımızı, bütün benefisiarlarımızı bu layihədə aktiv iştirak etməyə və qaliblər sırasına düşməyə dəvət edirik. İndiyədək layihə çərçivəsində Bakı, Abşeron, Xızı, Dağlıq, Şirvan, Mərkəzi Aran, Şəki-Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Astara, Şirvan, Salyan və Qarabağ iqtisadi rayonları üzrə 90-dan çox benefisiar əlavə aktivlərlə təmin edilib. Təqdim olunan avadanlıqlar avtoçilingər xidməti, qapı və pəncərə istehsalı, fotoatelye, gözəllik salonu, eləcə də avtomobil şinlərinin bərpası və təmiri kimi fəaliyyət sahələrini əhatə edir. Mən də öz növbəmdə özünə məşğulluq layihəsinin Şəmkir rayon filialına müraciət etdim. Müraciətimə müsbət baxılaraq avadanlıqla təmin olundum. Avadanlıqlar təmin olunandan sonra öz işimi qurmağa başladım. Öz işimi qurdum və növbəti ikinci layihəni müraciət edəndən sonra ikinci layihəni də bu günləri təqdim etdilər. 2023-cü ildə məşğulluq idarəsinə müraciət edib avadanlıqlar, gözəllik salonuna aid avadanlıqlardan istədim. Birinci mən aldım, sonra bu İkincini də istədim, aldım. Çox razıyam avadanlıqlardan. Tövsiyə edərəm ki, hər kəs müraciət etsin, yararlansın. 2021-ci ildə Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Birinci laf əvvəllər çox çətin idi. Arenda işləyirdik, çox çətin idi. Sağ olsunlar ki, dəstək oldular. Və avadanlıq birinci səfər alandan sonra həqiqətən hər şey yaxşı oldu. Yəni düzəldi. Və orada bizə qaydalar dedilər ki, vergi, sosial, tibbi sığorta bunlar ödənilməlidir. Və qaydalara uyğun biz də başladıq vergi sosialımızı ödəməyə. Və ikinci dəfə bir daha təklif gəldi ki, siz bir daha ala bilərsiniz, yəni avadanlığınızı. Çox sağ olsunlar, biz yenə bir daha gəldik, sınaqdan keçdik, şükürlər olsun. Müsabiqənin məqsədi özünü məşğulluq proqramının uğurlu iştirakçılarının bizneslərini daha da inkişaf etdirmək, gəlirlərini artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirməkdir. Birinci mərhələdə 100 benefisiarın əlavə aktivlərlə təmin olunması nəzərdə tutulub. Aktivlərin mərhələli şəkildə təqdimatı davam edir. Növbəti mərhələdə daha 190 nəfərin əmlaklarla təmin edilməsi planlaşdırılır.